Sırf kampda istifadə olunan bəzi aksesuarlardır ki, bu gördüyünüz nümunə olaraq deyəsi olsaq, bunun qiyməti 50 manatdır, 2 nəfərli idi. Görürəm, belə elədin yığılır. Bu şəkildə yığılıb avtomobilin bagaj hissəsinə yerləşdirə bilərsiniz. Hovuzların da həm hava olan çeşidləri var, həmən stoykan olan, açılan bağlarda istifadə olunan. Bunlar isə 30 manatdır, rəng seçimləri də var. Arkada bir neçə fərqli rəng seçimi. 35 manatdır, tək nəfərli çeşiddir. Yəni götürdünüz, qoydunuz, getdiniz. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazadan detallı video çəkib hazırlayırıq ki, qarşıdan yay fəsli gəlir və bu məhsulların mövsümüdür ki, istədik sizlərə də detallı məhsullarla tanış eləyək. Kimlər ki, bu məhsullardan mütəmadi olaraq iştirak edir və yaxud da kampı, pikniki sevir, bağ evləri üçün həmçinin də ləvazimatlar, məhsullar var ki, onlar bağ evləri olanlar yayda bağa daşınırlar və buradan da özlərinə lazım olacaq məhsulları seçib ala bilərlər. Gördüyünüz kimi mağaza adı Piknik House adlanır. Piknik Camp bağ məhsullarının topdan satışını həyata keçirirlər ki, indi keçib birazdan içəridə olan ümumi olaraq bütün məhsullarla sizləri tanış etməyə çalışacağam. Həmçinin dənizlərdə, hovuzlarda istifadə olunan hava şarlarıdır, hava döşəkləridir, Intex'in məhsullarıdır ki, onların da satışı var bu mağazada. Qiymətləri ilə bərabər sizə qeyd edəcəyik, pərakəndə qiymətlərini əsas deyəcəyik. Topdan qiymətlərini öyrənmək istəyənlər qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb öyrənə bilər. Çünki məhsullar elədir ki, mövsüm mallarda dinamikdir, bəzən olur ki, dəyişə bilir. Onun üçün topdan qiyməti indi desək, bir aydan sonra videonu görəndə həmən qiymətləri gəlib mağazadan istəyəndə o qiymətlər olmaya bilər. Onun üçün güncəl qiymətləri mağazanın əlaqə nömrələri ilə daha dəqiq öyrənə bilərsiniz. Həmçinin mağazanın sosial şəbəkə ünvanları da var ki, sosial şəbəkə ünvanlarında da mütəmadi şəkildə paylaşımlar olunur. Bir məhsullar hansınsa biz göstərə bilməriksə, oradan da baxıb seçə bilərsiniz. Gördüyünüz kimi stul dəstləridir, tək stul tabletlərdir, stullardır, daha sonra tək belə kreslolardır, zontlardır, həm standart, sadə ev üçün, həmçinin kafe, restoranlar üçün, bağ evlərinin üçün daha böyük ölçüləri mövcuddur. İndi qiymətlərlə bərabər içəridən daha detallı sizlərə məlumat verəcəyik. İçəri keçməzdən övvəl kanala abunə olmağı, video bəyənməyi unutmayın. Ətrafınızda əgər piknik, kamp sevənlər varsa da bu videonu da həmin şəxslərlə paylaşın ki, qarşıdan mövsümü gəlir, fürsətdir, istifadə eləsinlər. Daha uyğun qiymətlərlə birinci əl toptancı mağazadan əldə eləsin. Gördüyünüz kimi içəridə də çöldə olan məhsulların, bayırda olan məhsullardan xeyli sayda yığılıb nümunə olaraq, showroom olaraq, yəni buradan rahat şəkildə o bütün məhsullardan, stokda olan məhsullardan nümunə olaraq açılıb rəngləri ilə bərabər ki, rahat şəkildə seçimini eləyə bilərsiniz. Regionlara da göndərilmə var. Naxçıvana qədər istədiyiniz məhsulları seçib topdan və pərakəndə olaraq göndərişi mümkündür. Topdan qiymətlər yenə də qeyd etdiyim kimi mağazaları dəqiqləşdirə bilərsiniz. Bu tərəfdə isə sırf kampda istifadə olunan bəzi aksesuarlardır ki, ləvazimatlardır ki, onu da yenə bu mağazadan rahat şəkildə bir yerdən seçib əldə edə bilərsiniz. Girişdən sağ tərəfdə başlayır bizim hovuz sistemləridir. Hovuzların da bir neçə növ var. Buradan zəhmət olmasa iri götürək. Hovuzların da həm hava ilə dolan çeşidləri var. Həmçinin də bunu hər kəs bilir. Bunu da ki, hər kəs yəqin görüb internetdən, Instagramdan, TikTok üzərində həmən stoykan olan, açılan bağlarda istifadə olunan bu Intex hovuz çeşidləridir ki, bunların da yenə də fərqli ölçüləri var. 2 metrin 2.20-yə bu ölçüdən kiçik ölçüləri başlayır. Ta 10-15 metr ölçüyə qədər olan, uzunluqda olan çeşidləri var. Hal-hazırda gördüyünüz baxın bu çeşid ölçüsü 2.20-nin 4.5 metr ölçüdə olan hovuzdur ki, qiyməti 290 manat hal-hazırda pərakəndə satış qiyməti və burada da 7 ton su həcmini tutur ki, ən əsaslı tonla, həcmlə bunlara hesablanır. Daxildir, gördüyünüz kimi dirəklərdir, hovuzun özüdür. Əlavə olaraq, aksesuar olaraq burada əlavə eləyə bilərsiniz. Filtrləridir, daha sonra nasosudur, dərmanlarıdır və s. kimi məhsulları da var dəst olaraq. Onlar da əlavə olaraq seçə bilərsiniz. Daha sonra uşaqlar üçün olan belə dənizlərdə, hovuzlarda yenə olmazsa olmaz uşaqların, bunların da fərqli dizaynda, fərqli ölçüdə olan çeşidləri var. Həm uşaqlar üçün, həm böyüklər üçün. Bunlar da qiyməti qolcuqlar, ən kiçik xırdalar başlayır 1 manatdan, üzü yuxarı qiymət dəyişir. Amma belə şarla olan, hava ilə dolan çeşidlər isə bunların ən xırdası 10 manatdan başlayır. Gördüyünüz kimi ürək formasında uşaqlar üçün nəzərdə tutulan fərqli dizaynlarda belə şarlar var ki, bunlar da minimum 10 manatdan başlayır, yüz yuxarı qiymət dəyişəcək. Daha sonra çadırlardır ki, çadırlar da yenə də ölçüyə görə qiymət və materialına görə qiymət əsasən formalaşır ki, kamp mütəmadi bu kamp sevərlər bunlarla maraqlanır və qiymətlərin daha yaxşı bilirlər nəyə görə formalaşdığını. Bizdə bilməyənlər üçün, düzdür, mənim də o qədər məlumatım yoxdur. Mağazadan məlumat alıb biz də sizlərə ötürürük. Bunlarda da qiymət materialdır ki, material tək qat ola bilir, 2 qat ola bilir.
ölçüdür, dirəkləri də hava ilə dolan versiyalar var, irəlidə göstərəcəm. Bu misal olaraq desək, ən ucuzu minimum 15-20 manatdan başlayır. Sadələri, xırdaları 30 manata olan çeşidlər var. Bu gördüyünüz nümunə olaraq deyəsi olsaq, bunun qiyməti 50 manatdır. 2 nəfərlikdir. Təxminən 2 metrin 2 metrə olan bir ölçüdədir. Baxın, belə burada dirəkləri də var. Kalçuk plasmasdan setkası var. 2 qatdır, qapısı setka ilə olan var. Arxada da pəncərəsi də var ki, rahat şəkildə havanı tənzimləyə biləsiniz. Burada da yenə də qeyd etdiyim kimi fənər çeşidləridir, kamplarda istifadə olunan manqalıdır, sacıdır. Daha sonra işıqlandırmaya aid olan bir neçə məhsul var. Daha sonra kolonka sistemidir ki, musiqi və s. rahat şəkildə istifadə edirsiniz. Bunlar da buradan yandırmaq üçün istifadə olunan burada balonlardır, balonla bir yerdə. Daha sonra belə setka manqallardır. Bunlar da buradan rahat şəkildə əldə edə bilərsiniz. Daha sonra soyuducu kimi istifadə olunan belə də var. Onların irəlidə digər çeşidlər də var, göstərərəm. Daha sonra buradan başlayır sağımızda, solumda çətir sistemləridir. Gördüyünüz kimi sadə çətirlərdən başlayaraq böyük həyətlərcə quraşdırılan, nə bilim, restoranlarda, plyajlarda quraşdırılan çeşidlərdir ki, burada da yenə sizlər üçün sərgilənib rahat şəkildə baxıb seçim eləyə bilərsiniz. Burada da stul çeşidlərdir. Stul çeşidlərini minimum başlayır. Ən sadələri, prostoyları 10 manatdan başlayır. İndi nümunə olaraq əməkdaşlardan gəlsin sizlərə göstərək. Ta ki, irəlidə açılan versiyalar da var ki, 50, 60, 70 manata qədər olan çeşidləri. Demək, ilk olaraq bir qeyd etdiyimiz 10 manata olan stul çeşidlərini sizə göstərəcəm. Gördüyünüz kimi, baxın, belə sadə çeşidlər də var. Bunlar kiçik olmasına baxmayaraq rahat şəkildə neçə kiloya qədər qaldırır? 80, 90, 100 kiloqrama qədər olan çəkini rahat şəkildə istifadə imkan verir ki, və bu şəkildə rahat yığılır. Bunlar pərakəndə standart satış qiyməti mağazada 10 manatdır. Topdan alanlarda isə daha aşağı təklif olunur. Daha sonra belə yığılıb açılan versiyalar, bunlar da 10 manat idi, düzdürmü? Bunlar da 10 manatdır və bunlar da bu şəkildə eyni qaydada mənim çəkim təxminən 78-80 kiloqramdır. Bunlar da bu şəkildə rahat şəkildə istifadə edə bilərsiniz. Bunun həmçinin iri olan ölçülər də var. İrilər 15 manatdır, düzdürmü? İrilər 15 manatdır və irilərdə burada kənar, bunlar da, qollular da, hə? Bunların kənarda hər hansı bir içəcəkmi, nəsə butulka qoymaq üçün, baxın, yeri də var. Bunlar isə 15 manat. Pərakəndə satış qiyməti daha iri formalı və zontlu variantı var ki, bunlar da qiymət 40, 45, 50 fərqli qiymətə var. Onlar da inşallah dəqiqləşdirə bilərsiniz. Daha sonra belə formada olan çeşidləri var. Daha kreslo formasında rahat şəkildə. Bunların 25 manat idi. 25 manat bunların qiymətidir. Arxası maçalkalı olan çeşidləri var. Oturacağı və arxası maçalkalı çeşid və yanında stəkan yerisi. Bunlar isə pərakəndə satışı 30 manat. Bunlar isə 30 manatdır. Rəng seçimləri də var. Arxada bir neçə fərqli rəng seçimləri də var. Öz zövqünüzə uyğun çeşidləri əldə edə bilərsiniz. Daha sonra biraz getdikcə fərqli yenə çeşidlər var. Burada parçana olan çeşidləri var. 35-40 manata qədər fərqli burada çeşidləri görürsünüz. Və sağda da dəstlər başlayır. Dəstləri də minimum başlayırdı. Dördlü dəstlər 65 manatdan pərakəndə satış qiymətinin. Bunların 2 nəfərlik olan çeşidləri var. Onlar 40 manat. Təxminən 40 manatdır. Bunlar da eyni qaydada yenə 4 dənə bu şəkildə stoludur. Qabaq masasıdır. Bu dördlü masadır və bunların material olaraq alüminium gedir. Yığılıb kitab formasında bu şəkildə yığıla bilir. Hamısı içərisində rahat şəkildə daşınmağa imkan verir. Həm 4 nəfərlik, həm də 2 nəfərlik olmaqla çeşidləri var. Həmçinin həmən qabaq stol çeşidlərinin bu şəkildə fərqli yığılma formasında yığılıb açılan, fərqli dizaynda, fərqli formada daha qalın, daha dözümlü keyfiyyətdə olan variantlar da var. İrəlidə göstərəcək. Yayda, plyajlarda olmazsa olmaz həmən bu soyuducu suları soyuq saxlamaq üçün termoçantalar. Aça bilmədim. Termoçantaların da qiyməti, pərakəndə qiyməti 14-15 manatdır. Yenə də dəqiqləşdirə bilərsiniz topdan qiymətlərini. Belə kamsetləri var, fərqli plastik formada. Onlar da burada əldə etmək imkan var. Bunlar var. Sonra gün əleyhinə günlüklər var. Sağ tərəfdə öncə qeyd etdiyimiz çadırların fərqli rənglərdə və
biraz daha iri ölçülərdir. Bunlar da qeyd etdiyim kimi balacaları 50 manatdır. Bunlar hardasa 70-80 manat olacaq yəqin ki, hə. Zontlar ən minimum neçədən başlayırdı? Bunlardan danışmadıq. Zontların da minimum qiymətlərini deyək. Ən sadəsi, bundan sadəsi var yoxsa? Ən ucuzu 35 manatdan başlayır. 20 manata daha ucuz qiymətə olan elə qarşıdan Sezo qarşıdadır. Yolda olan məhsullar da var ki, unutdum deməyi. Onlar da yaxın bir 15-20 gün ərzində inşallah mağazada olacaq. Fərqli çeşidli məhsullar və fərqli qiymətə təklif olunan. Bu gördüyünüz zontun pərakəndə qiyməti 35 manatdır. Bunların ayağı da olur ki, onu da istəsəz buradan ala bilərsiniz və yaxud da özünüz də düzəltdirə bilərsiniz. Daha sonra belə böyük, daha böyük ölçüdə bunu həm əfənizdə videoda gördüm. Bunu alıb maşının altında saxlamaq üçün də istifadə edirlər ki, kiminsə navesi yoxdur, nə bilim gün vurmasın deyə maşının altında saxlayıb rahat şəkildə istidən qorumaqdan ötürü. Həmçinin də yenə stolu altına qoyub özünüz rahat şəkildə yayda istirahət edə bilərsiniz. Bunlar da yığılır, çox kompakt olur. Ayaqlarını göstərək. Baxın, ayaqları yığılıb açılandı. Burada knopkalar da var yığmaq üçün. Yığılanda hardasa olur 1.20, 1.50 ölçüdə olur hündürlüyü və bu şəkildə yığılır. Necə ki, bu stollar yığılmışdı, bəyaqları yığdım. Bu şəkildə yığılır. Kiçik bir yer tutur ki, daşınması da rahat olur. Hündürlüyü 2.20 hündürlüydü, böyük ehtimal. 1.70 mənim. 2.20-2.50 hündürlüydü kənar hissələr. Orta hissəsi lap hündürdür. Bunların da ölçüləri standart var, fərqli ölçülərdə, düzdür. Fərqli ölçülərdə də var. 2-nin 4-ə, nə bilim 2.50-nin 5-ə fərqli ölçülərdə var. Yenə də istəyənlər, dəqiqləşdirənlər mağazana əlaqə saxlaya bilərlər. Daha sonra belə burada da yenə fərqli masa setləri var. Yaxından zəhmət olmasa gəl göstərək. Bunların da yenə 2 nəfərliyi var, 4 nəfərliyi var. 30 manata. Bunlar 28-30 manatda bu qabaq 2 nəfərliyi oturacaqlardır. Daha sonra belə skameyka formasında olan dəstələr var. Bunlar da yenə yığılır. Daha cavan adamlar, daha yüngül çəkililər istifadə etməyə imkan verir. Biraz ağırlarda biraz zəif ola bilər bu material. Daha sonra taxta formasında olan çeşidi var. Bunlar da yığılıb açılır. Uşaqlar üçün baxın. Üzəri maçalkalı, yumşaq və üzərində uşaqlar üçün olan teksturada. Pərakəndə satış qiyməti 20 manat. Daha sonra da burada da yenə öncə qeyd etdiyim nasos və filtrdir, digər hovuzlarda istifadə olunan aksesuarları. Arxada da yenə fərqli, burada da eyni qaydada tək stulların bir fərqli çeşidləri var. Bunların ikili çeşidi də var. Skameyka formasında olan çeşidi də var. Bunun qiyməti elə bil onun 2 qat təxminən 80-90-100 manat civarında olacaq böyük ehtimal. Onu da inşallah dəqiqləşdirmək istəyən soruşa bilər. Burada da torla fərqli, daha iri çəkili, daha iri ölçüdə olan insanlar üçün nəzərdə tutulmuş çeşidləri var. Bu kreslo formasında olan çeşidi var. Bunu da son vaxtlar TikTokda daha çox rastımıza çıxır. Bu şəkildə rahat şəkildə uzanıb zaqar eləyə də bilərsiniz dincəlməyə. Bağlarda da, bağ evlərində, plyajlarda görürəm. Belə elədin yığılır. Bu şəkildə yığılıb avtomobilin bagaj hissəsinə yerləşdirə bilərsiniz. Açılması da rahat. Açdınız. Arxasında kiçik bir yastığı da var. Bundan artıq arxaya açılma olur, yoxsa onu necə aça bilərəm? Bu rıçaq nədir? Budur, yoxsa bu nəsindir abi? Və burada qolun altında belə rıçağı var ki, uzanmaq istəyəndə rahat şəkildə geriyə verib uzana bilərsiniz və bunu bu şəkildə saxlaya bilərsiniz. Yenə də bunu eləyib qalxa bilərsiniz. Tam açmaq olur və onların biraz eyni modeldir. Bu yoxsa fərqli model? Yox, eyni modeldir, fərqli rəngidir. 110 manat. Pərakəndə satış qiyməti 110 manatdır. Daha sonra nə var? Nə var görək burada. Fərqli burada yenə oturacaq çeşidləri var. Bunların da fərqli maçalkayla, rənglərlə olan çeşidi var. Daha yumşaqdır. Bunlar da yığılıb açıla bilir. Bunların qiyməti 65 manat. Pərakəndə satış qiyməti 65 manat. Arxa hissədə öncəki göstərdiyim yaxından göstərir, görünür. Arxa hissədə bu bayaq göstərdiyimizin çətirli formasıdır ki, gündən qorunmaq üçün istifadə olunur. Bu da ortalama eyni qiymət olacaq. 5-10 manat buna görə fərqlənə bilər. Daha sonra plyajlarda lejanka olaraq istifadə oluna bilirsiniz. Zaqar almaq üçün istifadə edə bilərsiniz. Baxın, belə çeşidləri var. Lejankaların bu formada olan çeşidləri var. Yığılıb açılan forması, maçalkalı forması. Bunlar da yenə öz həyətinizdə hovuzunuzu alıb, bu lejankalardan alıb rahat şəkildə dincələ bilərsiniz. 65 manat bunlardır. Bunlar da indi ölçüyə görə fərqlənəcək. Biraz bahalı, iri modelə oxşuyur. Ortalama qiymətlər məncə uyğun
kimi görsənir, bilmirəm, bazarda ümumi olaraq qiymətlər nedir? Siz də özünüz araşdıra bilərsiniz. Əgər uyğun olarsa, topdan qiymətlərini əldə eləmək istəsiniz, əlaqə saxlayıb bu mağazadan da təklif ala bilərsiniz. Çadırların bu dirəkləri doldurma olan, baxın, belə variantları var. Bunlar demək, rahat şəkildə 2, 3, 1, 4 nəfərlik ailə uşaqlarla yerləşə bilərlər. Qapı hissəsidir, pəncərəsi var. Ölçü olaraq təxminən 2,20-nin 3 metr olan ölçüdür. Hava şarı ilə dolur, nasosla dolur. Hava şarları var dirəklərində. Daha sonra belə kreslolar var. Üzəri nəm çəkməyən materialdır bu. Nabuko oxşuyur amma. Kreslo və bu da yəqin bunun stoludur. Mən üstündə oturdum. Bu stoludur. Burada bunun stəkan yerisi var. Baxın belə. Bu biraz yumuşaqdır və dəst forması. Bu ayaq uzatmağa da ola bilər. Oturub ayağınızı bunun üzərinə qoyub rahat şəkildə oturasınız. Altı yapışqanlıdır bu. Yapışıb altı. Bu formalı məhsullar da var. Bunun fərqli çeşidləri var, hə? Bunların səhv eləmirəmsə döşək formasında da olan çeşidləri var. Tək nəfərli, taxt formasında olan çeşidlər də var. Görmüşəm mən də Instagramda. Bunlar da ölçüyə görə dəyişəcək. Ortalama minimum neçədən başlayır? 30, 35, 40 manatdan başlayır. Yəni ölçüsünə görə qiymət dəyişir. Bunlar belə göstərmək istədim. Bunlar da günlüklərdir. Süfrələrdir. Hə. Plyajlarda ən çox yayda istifadə olunmuş süfrələr. Baxın belə toz qum götürməyən süfrələrdir ki, içərisində də faliqalı. Daha sonra nə göstərə bilərik? Sonra o 1-2 dənə burada da şeyini göstərək. Çadırlardan bir neçə çeşid göstərək. Baxın belə sadə prostoy çeşidlər də var. Yəni standart. Belə hərbi. Bunların qiyməti 35 idi deyəsən. 35 manatlı tək nəfərli çeşiddir. Yəni götürdünüz, qoydunuz, getdiniz özünüz tək hardasa dincəlmək üçün. Baxın belə biraz daha irisi var. Qapısı, nə bilim, qapısının toru var. Bunlar da 2 nəfərlik olaraq nəzərdə tutulub. 2 nəfər qala bilərsiniz. Bunların materialı biraz daha qalındır, daha möhkəmdir. Bunların qiyməti biraz daha yuxarı olacaq. Daha sonra öncəki modellərin biraz geniş formasında kamp sevərlər bunlardan istifadə edib keyfini çıxarda bilər. Arxada da balonlu hava ilə şişən hovuz çeşidlərdir ki, uşaqlar üçün öz bağınızda da istifadə eləməyə imkan verir. Fərqli ölçüdə olan çeşidləri var, fərqli formada olan çeşidləri var. Əgər siz də bu ay, bu yayı daha maraqlı keçirmək istəyirsinizsə, bu kimi məhsullardan əldə edib həm öz bağınızda, həmçinin də meşədə, kamp, piknik yerlərində alıb istifadə eləyə bilərsiniz. Daha məhsullar daha fərqli keçsin bu yay fəslində. Son olaraq isə bu açılma olan zontlardan da bir-iki qiymət nümunəsi deyək. Bağlarda, yəni restoranlarda daha çox istifadə olunur. Bunlar nə deyirlər? Yan qol. Yandan, baxın belə açılır. Bunların ledli olan variantlar da olur. Səhv eləmirəmsə videoları görmüşəm. Bunların işıqlı olan variantları da var. Dirəklərin üzərində işıqlar var və sadə prostoy var. Var ki, sadələrin qiyməti 80-200 manatdan başlayır. İşıqlı və ölçüsünə görə qolunun daha qalın, daha küləyə davamlı olmasına görə qiyməti buna görə də dəyişəcək. Bu qədər dostlar, maksimum tez bir vaxtda sizə ümumi məhsulları göstərməyə çalışdım ki, kimlər ki bu məhsulları axtarırdı, qarşıdan mövsümü gəlir, rahat şəkildə bu mağazadan da gəlib qiymət təkliflərini ala bilərsiniz, maraqlana bilərsiniz, uyğun olarsa cibinizə əldə edə bilərsiniz. Ətrafınızda əgər bu məhsulları axtaranlar varsa, həvəskarları olan varsa, bu videonu da həmən şəxslərlə bölüşün. Qarşıdan yay gəlir, indidən bu videonu yaddaşa vurun ki, lazım olanda axtaranda əlinizin altında olsun. İzlədiyiniz üçün təşəkkürlər.